ədədlərdən. Natural ədədlər N hərfi ilə işarə olunur. Əşyaları sayarkən istifadə etdiyimiz ədədlərdir. Məsəl üçün 1, 2, 3, 4, 5 və s. Sonsuza qədər. Natural ədədlər sonsuzdur. Bəzən uyğunlaşdırma suallarında düşür. Natural ədədlər sonsuzdur. 0 natural ədəd deyil. 0 natural ədəd deyil. Yadda saxlayın. Deməli, N hərfi ilə işarə olunur. Əşyaları sayarkən istifadə etdiyimiz ədədlərdir. Natural ədədlər sonsuzdur. 0 da natural ədəd deyil. Sonra, bir də bunu dedim, indi yadıma düşdü. Ədəd nədir, rəqəm nədir? Bilən var. Ədəd, rəqəm. Ədədlə rəqəmin fərqi nədir? Rəqəm 10 dənədir. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bax, bunlar rəqəm sayılır. Ədədləri isə rəqəmlərdən düzəlir. Necə ki, hərflərdən söz düzəlir, rəqəmlərdən də ədədlər düzəlir. Məsəl üçün, 12, 234, bax, bunlar da ədədlərdir. Rəqəm 10 dənədir. Yəni, testlərdə rəqəm görsəz, bilin ki, orada bir rəqəmdən söhbət gedir. Belə. Sonra, keçək tam ədədlərə. Tam ədədlər hansı hərflə işarə olunur? Z hərfi ilə işarə olunur tam ədədlər. Deməli, tam ədədlər, natural ədədlər, bir də onların əksi olan ədədlərdir. Məsəl üçün, 1, -1, 2, -2, 0 da tam ədəddir. Sonra, -72, -63, 734. Bax, bunlar tam ədədlərdir. Yəni, tam ədədlər kəsr ola bilməz, onluq kəsr ola bilməz. Natural və onun əksi olan ədədlərdir. 0 da tam ədəd sayılır. Sonra, keçək rasional ədədlərə. Rasional ədədlər. Rasional ədədlər də Q hərfi ilə işarə olunur. Rasional ədədlər. Rasional ədədlər də, məsəl üçün, yazaq 6, -7, 3-də 2, 5,4, -0,2, sonra 7 tam dövrdə 3. Baxın bir dənə. Burada natural da var, tam da var, adi kəsir də var, onluq kəsir də var, dövr də var. Rasional ədədlərin, necə? Bunları demişdim. Bunlar həqiqi ədədlərin əvvəlində var deyə, ona görə mövzunu izah elədiyimə görə tam deyirəm. Belə, yəni burada dövr də var. Dövrü də yadda saxlayın. Deməli, rasionalın içərisində hamısı var. Sonra bir də var irrasional ədədlər. İrrasional ədədlər. İrrasional ədədlər hansılarda, əgər demişdimsə, deyin görün. İrrasional ədədlərə hansılar daxildir? Hansı ədədlərə irrasional ədədlər deyirik? Bilən var? Yox. Kökdən çıxa bilməyən ədədlər. Kökdən çıxa bilməyən ədədlər. 5, kök altda 2 çıxaq 1, kök altında 7, üstə gələk 3. Bax, bunlar irrasional ədəddir. Bir də xüsusi halda pi ilə y. 2 dənə bax hərf var ki, bunlar da irrasional ədəd sayılır. Bildiniz. Pi-nin qiyməti təqribən 3,14-dür, təqribən. Y-nin də qiyməti təqribən 2,7-dir. Bax, bu xüsusi haldır. Buna diqqət eləyin. Bilmirsinizsə, bax, bilmədiniz. Bunu qeyd eləyin. İrrasional ədədlər kökdən çıxa bilməyən ədədlərdir. Məsəl üçün, kök altında 25-dən nə çıxır? 5 çıxır da. Bu irrasional ədəd deyil. Və yaxud da ki,
Yazıram kök altında 20. Burada da yazıram kök altında 5. Deyin görün bu irrasional ədəddir, yoxsa hansı ədədlərə daxildir bu? Aha, izah eləyəcəm. Bax, bu dairəyə aldığım var. Deyin görün bu irrasional ədəddir, tam ədəddir, natural ədəddir, hansı ədədlər qrupuna daxildir bu? Kök altında 20, kök altında 5. Bunu eyni kökdə yaza bilərik də, elə. Olacaq nə? Kök altında 4. 4-dən də nə çıxır? 2. Natural ədəddir də bu. Kökdən çıxa bilməyən. Yəni, bunları biz eyni kökdə yaza bilərik. Sonra başqa bir sual yazın. Kök altında 2 vurulsun, kök altında 18. Deyin görün bu irrasional ədəddir, yoxsa yox. Kök altında 2-ni kök altında 18-ə vuranda kök altında 36 eləyir. Ondan da 6 çıxır. Deməli, bu da natural ədəddir, bildiniz. Əslində kök başqa mövzudur. Bir dənə qısa burada izah eləyim bilməyənlər üçün. Ki, yəni belə görürəm ki, burada 8-ci siniflər var, onlar da bilmir. Ki, halbuki 8-ci sinifdə keçilir də. Lap sadəsindən başlayaq. Kök altında 25-dən, real diqqətlə qulaq asın, 5 çıxır. Elə bir kök kvadratın tərs əməlidir. Kök altında 36-dan 6 çıxır. Kök altında 121-dən 11 çıxır. Kök altında 100-dən 10 çıxır. Bildiniz? Bax belə. Sonra, məsəl üçün, kök altında 3, bax bunları qeyd eləyin. Deyin görün bunun cavabı nə eləyir? Kim dedi kök altında 5-i? Xeyr, bunun cavabı yoxdur. Biz bunları toplaya bilmərik. Amma kök altında 3-ü kök altında 2-yə vura bilərik. Bu deyilir kök altında 6. Hə, davam eləyək. Deməli, köklərdə qalmışdıq da. Baxın, kök altında 5-lə kök altında 3-ü toplaya bilmərik. Tutaq ki, kök altında 7 ilə kök altında 2-ni yəni çıxa bilmərik. Belə bir şey mümkün deyil. Amma kök altında 5-i kök altında 3-ə vura bilərik. Vurma olar. Bu da eləyir kök altında 15. Baxın. Yəni belə olar. Vurma, bölmə olar. Amma toplama, çıxma olmaz. Qısa şəkildə kök izah edirəm. Bu mövzu ilə əlaqəsi yoxdur əslində. Kök altında 14. Sonra, belə bir şey olsa, bayaq yazmışdım. Məsələn, kök altında 75. Kök altında 75. Burada da yazıram kök altında 3. Vurmada, bölmədə olar. Eyni kökdə yaza bilərik biz. Vurma ilə bölmədə eyni kökdə yazmaq olar. 75, bu da 3 eləyir nə? 25. Ondan da nə çıxır? 5. Baxın. Yəni, toplama çıxma olmur. Bilirsiniz hansı halda toplama çıxma olar? 5 kök 2 çıxar 3 kök 2. Baxın, bu olar. Niyə? Köklərin altı eynidir. Bu halda olar. Olur 2 kök 2. Məsələn, 7 kök 5 üzərinə gələk kök 5. Bunları toplamaq olur. Kökün altı eynidir. 8 kök 5. Başa düşdünüz? Yəni, köklərin altı eyni olanda toplamaq, çıxmaq olar. Eyni olmasa toplayıb çıxmaq olmur. Bildiniz? Sonra, keçək nəyə? Tutaq ki, kök altında 5. Kök altında 5 hansı ədədlərin arasında yerləşir? Bilən var. Bilən varsa desin. Kök altında 5 hansı ədədlərin arasında yerləşir? Kök altında 5, kök altında 4-lə kök altında 9-un arasında yerləşir. Niyə 4-lə 9-u seçdim? Çünki 4-lə 9-dan kök çıxır. 2, 9-dan da nə çıxır? 3. Deməli, kök altında 5, 2 ilə 3-ün arasında yerləşir. Desəm ki, kök altında 5-in tamı nədir? 2 tam neçədir? Tam 2-dir, bildiniz? Kök altında 5, 2 ilə 3-ün arasında yerləşir. İndi başqa bir sual verim. Kök altında 23.
hansı ədədlərin arasında yerləşir? Tamı nədir kök altında 23-ün? 23-ün ətrafında 23-ün ətrafında kök çıxan nə var? 16, bir də 25 var. Buradan 4 çıxır, buradan da 5 çıxır. Deməli, kök altında 23 4 ilə 5-in arasında yerləşir. Yəni 4 tam neçədirsə? Tamı 4-dür. Bildiniz? Hə, hansı ədədi deyirəmsə, yəni onun ətrafında kök çıxan nə varsa onu yazın. Sonra belə bir sual yazın. 2, burada da yazıram kök altda 3. Deyin görüm, bu 2-ni kökün altına necə sala bilərəm? Düzdür. Burada baxın, bu 4 imiş ki, 4-dən nə çıxıb kənara? 2 çıxıb da. 2-ni kökün altına 4 kimi salırıq. Bu da eləyir kök altında 12. Birini də yazın. Məsəl üçün 5 kök altında 2. Quluzadə real desin görüm. 2 qalır yerində. Bu 5 kökün altına necə keçir? Ay sağ ol, bunu qeyd eləyin. Kim yəni bilmirsə qeyd eləsin. Bu da eləyir kök altında 50. İndi də görüm real. Kök altında 50 hansı ədədlərin arasındadır deyə bilərsən? Kök altında 50 hansı ədədlərin arasındadır? Ay sağ ol, 7 ilə 8-in arasındadır. Düzdür. Bu belə. Sonra indi keçdik 2 nöqtə arasındakı məsafənin tapılması. 2 nöqtə arasındakı məsafənin tapılması. Ədəd oxunda, əvvəlcə sizə sual verim, sonra izah eləyəcəm. Ədəd oxunda 2 nöqtə arasındakı məsafənin tapılması. Məsafənin tapılması. Bu nə deməkdir? Tutaq ki, deyirəm ki, A nöqtəsinin koordinatı -4-dür, B nöqtəsinin koordinatı 17-dir. Deyirəm ki, AB məsafəsini tapın. Necə taparıq bunu? A-nın koordinatı -4-dür. Necə? Düzdür. 17-dən -4-ü çıxırıq. Bu da eləyir nə? 21. Gəlin bunu çəkək göstərək. Bura olsun -4, bu da olsun 17. Bu olsun A nöqtəsi, bu da olsun B nöqtəsi. Burada olsun 0 nöqtəsi. Deməli, 2 nöqtə arasındakı məsafəni tapanda, baxın 17 buradan var, 4 də buradan var. 21 eləyir. Məsafə heç vaxt mənfi ola bilməz. Həmişə yadda saxlayın, sağdan solu çıxın. Bu sağdır, bu da soldur. Həmişə sağdan solu çıxın. Yəni, B-dən çıxırıq A-nı. Bildiniz. Həmişə sağdan solu çıxmaq lazımdır. 2 nöqtə arasındakı məsafəni tapanda. Bir də ədəd oxunu çəkim, yada salaq ədəd oxun. Ədəd oxu necədir? Tutaq ki, x oxudur. Tam ortada nə yerləşir? 0, 1, 2, 3, 4. Bu tərəf nə adlanır? Müsbət sonsuzluq. Bu tərəf nə adlanır? Mənfi sonsuzluq. -1, -2, -3, -4, -5. Bu da deməli mənfi sonsuzluğa doğru uzanır. Sonra bu mənfi ədədlərin, müsbət ədədlərin müqayisəsini yəqin ki, bilirsiniz. Bir də təkrar yada salaq. 0 böyükdür, yoxsa mənfi ədədlər böyükdür? 0 mənfi ədədlərdən böyükdür. -250, 235 yazaq. -235 böyükdür, yoxsa -1350 böyükdür? Hansı böyükdür? -235 böyükdür. Mənfi ədədlərdə kiçik olan böyükdür. Bildiniz. Mən yazsaydım ki, belə müsbət yazsaydım.
Mənfi ədədlərdə deməli, kiçik olan böyükdür. Məsəl üçün, yazıram -1 yoxsa -6. Hansı böyükdür? -1 daha böyükdür. Yadınızda saxlayın da, sağda yerləşən ədəd solda yerləşən ədəddən həmişə böyükdür. Sağda yerləşən solda yerləşəndən böyükdür. Bu belə. Sonra bunu da dedik. Gəlin iki nöqtə arasındakı məsafənin tapılmasına aid bir dənə də sual yazım. Tutaq ki, yazıram S nöqtəsinin koordinatı -2 tam %65-dir. D nöqtəsinin koordinatı da -0 tam %75-dir. Deyirəm ki, CD məsafəsini tapın. CD məsafəsini necə tapırıq? Ona görə modul da yazıram ki, məsafə həmişə müsbət olur. Kim deyər? Bunu nətər tapaq? Bayaq dedim ki, qayda olaraq yox, məsafəni tapırıq. Bura 0 tam %75-dir, mənfi. Bu da buradadır, -2 tam %65. Bu da C nöqtəsidir. Dedim axı, həmişə sağdan solu çıxmaq lazımdır, sağdan solu. -0 tam %75-dən sağdan solu çıxmaq lazımdır. Çıxmaq lazımdır -2 tam %65-i. Həmişə sağdan solu çıxın. Bu da olacaq -0 tam %75 üzərinə gələk 2 tam %65. Biri mənfi, biri müsbət olanda da böyükdən kiçiyi çıxırıq. 1,9. İndi keçək tam və kəsr hissənin tapılmasına. Tam və kəsr hissənin tapılması. Yazıram 5,2. Deyin görün bunun tam hissəsi hansıdır, kəsr hissəsi hansıdır? Deməli, bunun tam hissəsi 5-dir. Tam hissəsi 5-dir. Kəsr hissəsi isə 0,2-dir. Bildiniz, ədədin tam hissəsi 5-dir, kəsr hissəsi 0,2-dir. Bax, 5,2 ədəddir. İndi sizə belə bir qayda deyəcəm. Ədəd bərabərdir, bu qayda vacibdir. İndi görəsiniz nəyə görə vacibdir. Ədəd bərabərdir, tam üzərinə gələk kəsr. Baş hərfləri ilə qısa yazaq. Ədəd bərabərdir, tam üzərinə gələk kəsr. Ədəd 5,2-dir. Tam 5-dir, kəsr hissədə 0,2-dir. Baxın. Bax, bunu qeyd eləyirəm. Baxın bir dənə. Bax, bu vacib bir şeydir. İndi biləsiniz niyə görə vacibdir. Burada ola bilsin ki, sizə elə belə gəlir ki, yəni asan bir şeydir. İndi mənfi ədədlərdə, kökdə bu qayda lazım olacaq. İndi gəlin mənfi ədədlərə baxaq. Mənfi ədədlərdə qayda tamam fərqlidir. -5,8. Deyin görün bunun tamı nədir, kəsri nədir? Kim deyə bilər? Hamı səhv deyir. Yadda saxlayın, mənfi ədədlərdə tam hissə özündən bir vahid böyükdə, belə deyək. -5-dirsə tam hissəsi -6-dır. Kəsr hissəsi də 0,2-dir. İndi o dediyim ki, qayda var idi. Bu qayda var idi, ulduz qoyduğum. Ədəd -5,8-dir. Tam -6-dır. Kəsr də 0,2-dir. Baxın, alınır. Amma siz deyən kimi yazsaydım, baxın, -5, kəsr hissəni də 0,8 yazsaydım, alınır, görün bu. Tamam səhvdir, alınmır axı belə.
Eşidirəm. Yəni modulca özündən bir vahid böyük demək istədim də. Modulca özündən bir vahid böyük. Əslində -6 kiçikdir, bir vahid kiçikdir. İndi buna aid bir neçə dənə nümunə verəcəm. Məsəl üçün, -7,1. Bunu mənə şəxsiyə yazıb atsaz yaxşı olar. Görüm kim başa düşdü. -7,1-in tamın kəsrin deyin. Sonra -3,4-ün tamın kəsrin yazın atın mən görüm şəxsiyə. Deməli, -7,1-dir, tamı -8-dir, kəsr hissəsi də 0,9-dur da. Baxın, bu elə bil ona tamamlayan olur. Sonra o birisində də -3,4 idi. Tamı -4-dür, kəsr hissəsi də 0,6-dır. Yəni elə bil bu hissələri toplayanda 10 eləməlidir. Bildiniz? Belə. Gələn dəfə bunları soruşacağam, ona görə qaydaya bunları qeyd edin. Bir-iki dənə nümunə yazın. Aha. Deməli, indi nəyə keçirik? İndi bu izah eləyəcəyim biraz çətindir. Diqqətlə qulaq asın. Bax, verib belə bir ədəd. Deyir ki, bunun kəsr hissəsini tap. Kəsr hissəsini tap. Kəsr hissəsini deyir tap. Diqqətlə qulaq asın. Kəsr hissəsini tap deyir. Yəni, ədəd bərabərdir. Ona görə deyirdim ki, bu qayda çox lazım olur. Tam üstə gələk kəsir. Bizim ədədimiz budur. 5 çıxaq kök altda 2 bərabərdir. Baxın, ədəd bərabərdir. Tam üstə gələk kəsir. İndi bunun tamı nədir? Bax, 5 çıx kök 2-nin tamı 5. Kök 2 hansı ədədlərin arasındadır? 1 ilə 2-nin arasındadır. 1 ilə, baxın, belə də, yəni 1 ilə 2-nin arasında. Yəni bunun tamı 1,2 deyək. 1,2. 5-dən 1,2 çıxanda nə eləyir? 3,8. Yazıram bura 3, yəni tam hissəsi 3-dür də, belə deyək. Tam hissəsi 3-dür. Baxın, 3,8, 3. Üzərinə gələk kəsir. Bizdən kəsiri soruşmur. Gəlin kəsir tək qalsın orada. 5 çıx kök 2-dən 3-ü də keçirdirəm o tərəfə. Olur, 5-dən 3 çıxanda 2 olur. 2 kök 2. Baxın. Kəsr hissəsi budur. 2 çıxaq kök 2. Gəlin, bu biraz çətindir. Buna aid bir dənə də nümunə yazın. Bugün həqiqi ədədləri ilə tam verəcəm 9 illikdə. Başqa bir ədəd yazın. Məsəl üçün, yazıram 8 çıxaq kök 3 ədədinin kəsr hissəsini tap. Ədədinin kəsr hissəsini tap. Nə edirsiniz? Qaydanı yazıram. Ədəd bərabərdir. Tam üstə gələk kəsir. Buradan da kəsiri tapıram da mən. Kəsir nəyə bərabərdir? Ədəd çıxaq tam. Ədəd nədir? 8 çıx kök 3-dür ədəd. Tamı nədir bəs? Gəlin tamını tapaq. Kök 3 hansı ədədlərin arasındadır? 1 ilə 4-ün. 1, bu da 2. Bu da 1 tam neçədir də? 1 tam neçə? Deməli, bu 1 tam neçədir? 8 çıxılsın 1,5 deyək. Bu da eləyəcək 6,5. Deməli, bunun tamı nədir? 6. 8-dən də 6 çıxıram, 2 çıxılsın kök 3. Deməli, bunun kəsr hissəsi 2 çıxaq kök 3-dür. Bir dənə baxın, vaxt verirəm. Baxın, sualınız varsa verin. Sual olan var. Baxın, bir dəqiqə. Kəsr hissəsini tapanda ədəddən tamı çıxıram. Deyək, bu qaydaya görə də rəngi dəyişək.
Baxın, bax. Ədəd bərabərdir tam üstə gələk kəsir, kəsir bərabərdir ədəd çıxaq tam. Ədədim bax budur. Ədəd budur. Bax yazmışam bura ədəd. İndi tamı aşağıda tapdım. Baxın. Kökü hansı ədədlərin arasındadır? 1 ilə 2-nin, yəni 1,5 götürdüm. 8-dən 1,5 çıxdım. Deməli bu 6,5-dir, tamı da 6-dır. İstəyirsiniz bir dənə də misal yazın buna aid. Gəlin bir dənəsini də sizə verim, özünüz yazmağa çalışın. Hə, bunu özünüz yazın görüm. Bunun kəsr hissəsini tapın. Kəsr hissəsini tapın. Kəsr hissəsini tapanda ədəddən tamı çıxmaq lazımdır. Ədəd budur. Bundan tamı çıxın. Görün bunun tamı nədir? Kəsr hissə bərabərdir. Ədəd çıxaq tam. Ədəd budur. Bundan çıxmalısınız tamı. Əsas məsələ bunun tamın. Nə dedin eşitmədim. 17'dir 17. Bir dənə bunu yazın götürün linkin vaxtıdır. Təzə link atmalıyım. Kimin sualı var burada versin ha. Gələn dəfə yəni bilməyəndə yaxşı olmayacaq. Yazdınız götürdünüz. Ha, indi yazın mən link atana qədər yazın. Kök altında 6. İndi qulaq asın. Gəlin bunun tamını tapaq. Bunun tamını. Kök altında 17. Kök altında 6 nədir? Cavabları atın. Cavabları atın baxacağam. Kök altında 6, kök altında 4-dən kök altında 9-un arasındadır. 2 ilə 3. 2 tam neçə? Burada nə yazsız yazın. 2 tam nə bilim 10-da 1, 10-da 5, 10-da 6, 10 fərqi yoxdur. 9 deməli 14,9 da belə. Deməli bunun tamı nədir? Bunun tamı 14-dür. 14. Tamı 14-dür. Kəsri də tapanda ədəddən tamı çıxmaq lazımdır. Ədəddən. Ədəd budur. Biraz tez yazın da. Ədəddən tamı çıxmaq lazımdır. Kim belə yazıbsa düz yazıb. Orada tamı götürmək lazımdır. 14 tam neçə tam deyil axı. Tamı götürmək lazımdır. İki tam onda biri hardan aldım? Bax, qulaq asın. Bir dənə də yenidən izah edeyim bunu. Bax, ədədimiz verilən ədəd olur da, baxın. Deyir ki, bunun kəsr hissəsini tap. Kəsr hissəni tapanda ədəddən tamı çıxmaq lazımdır. Ədəd budur. Ədəd budur. 17 çıxılsın kök altında 6. Ədəd budur. Bax, ədəd budur. Və tam nədir? Tam. Tamı bilmirəm nədir. Gəlin indi tamı tapaq. 17 çıxılsın kök altında 6 nədir? Nə ilə nəyin arasındadır? 2 ilə 3-ün. 2 ilə 3-ün arasında nə götürürsən götür. Mən 2,1 götürdüm. Sən 2,8 də götürə bilərsən. 9. Bu deyir 14,9. Deməli bunun tamı 14-dür. 14. Ədəddən tamı çıxmaq lazımdır. Bunun da tamı 14-dür. Tam deyirik axı 14,9 ora yazmırıq. 14. 17-dən də 14 çıxıram. 3 çıxılsın kök 6. Birini də verim bunun. Bunu qeyd edin. Bunu qayda dəftərinə yazın ki, gələn dərsə bunu öyrənin. 9-cu sinif buraxılış imtahanında, yəni düşür, sınaqlarda düşür. İmtahanda düşməsə də getdiyi sınaqlarda düşəcək.
Sonra indi keçirəm nəyə? Əgər buna ehtiyac varsa, bir dənə də nümunə verə bilərəm. İndi keçirik nəyə? Ki, burada çətinlik çəkdiyiniz ki, suallar var idi. Bir dəqiqə nömrəsinə baxım. 15-dir. Sonra 15-dir. Sonra hansı sual idi burada? 15. Yox, 31-i dedik də. Yox, o tiplərdən. 15-dir, 67-dir, 76-dır, 72, 73-dür. Bu tip suallar necə həll olur? İndi diqqətlə qulaq asın. Bu çox vacib bir şeydir. Çox vacibdir. Bunu da qeyd edeyim. Baxın, modulda bir çıxaq kök 3. Baxın bir dənə. Deyin görün, bu modulun içi mənfidir yoxsa müsbətdir? Bu modulun içi mənfidir yoxsa müsbətdir? Mənfidir. Əlbəttə ki, mənfidir. Niyə? 1 çıxaq. Kök altda 3-dən nə çıxır? 1 tam neçə? Bu 1 tam neçə deyirəm. Onu istədiyiniz ədədi yaza bilərsiniz. Bu əlbəttə ki, mənfi olacaq da. Modulun içi mənfidir. Əgər modulun içi mənfidirsə, yerin dəyişin çıxardın. Modulu atın, yerin dəyişin çıxardın. Əgər modulun içi müsbətdirsə, olduğu kimi çıxardın. Qeyd edeyim bunu da. İndi deyin görün, bu modulun içi mənfidir yoxsa müsbətdir? Müsbətdir. Niyə müsbətdir? Kök altında 36, kök altında 5 deməkdir də bu. Baxın, 36 neymiş? Kök altında, demə 6 neymiş? Kök altında 36 imiş də. Bunun cavabı müsbətdir. Ona görə də bu olduğu kimi də çıxır. Əgər modulun içi mənfidirsə, əksin, yəni yerin dəyişin çıxarın. Yox, müsbətdirsə, olduğu kimi çıxarın. Bildiniz? İndi yazıram 73-cü sualı. 73-cü sualı yazıram indi. Bax, belə bir sual var orada. İndi bütöv verəcəm bunu, hamısını yazarsınız. Gəlin baxaq, əgər modulun içi mənfidirsə, yerin dəyişib çıxartmalıyam. Bu modulun için kim deyər? Əsmər desin görüm. Bu modulun içi mənfidir yoxsa müsbətdir? Mənfidir. Niyə mənfidir? Bir dənə kənarda yazacağım, göstərəcəm. Baxın, bax. 3 nə deməkdir? 3 nə deməkdir? Kök altında 9 deməkdir də. Hə, yəni ikisini də kök kimi yazanda görürəm ki, kök altında 9 kök altından kiçikdir. Deməli, bunun için mənfidir. Sonra indi keçirəm bura. Baxın, bu modul kök altında deməli 10 çıx 3. Bu da kök altında 10. Burada da olacaq deməli kök altında 9. Bu da müsbətdir. Müsbət. İndi qaydanı tətbiq eləyək. Əgər mənfidirsə, yerin dəyişin çıxardın. Müsbətdirsə, modulu atın, olduğu kimi yazın. Bildiniz? Burada da kim deyər bunun cavabını? Kök altında 10, kök altında 10. 2 kök altında 10. Bayaq dedim ki, toplamada kökün altı eyni olanda toplamaq olur. Yenə deyirəm, bunları qeyd eləmək lazımdır. Bu da mənfi 3, mənfi 3. Bu da eləyir 6. Hə. Cavab budur. 2 kök 10 çıxılsın mənfi 6, yəni Y bəndidir cavab. Aydındır bu sual tipi də? Yaxşı. Sonra bunları da yazdıq. İndi belə bir sual yazacağım. Bu yenə də təkrar bilmədiniz. Əvvəldə dediyim, bunu geniş izah eləmişdim. S mənfi bir ədəddir. Modulda S-dən nə çıxır? Mənfi S. Qaydadır bu. Qaydadır. Tutaq ki, belə verib. Sual belədir. Şərt budur, şərt budur. Belə verib sualı. Deyir, bunun cavabı nədir? Əvvəlcə baxın, mənfidir də bu elə. Bunu yazıram belə. Belə yazıram.
Yox, yox, qabaqda mənfi olmur. Ha, müsbət. Burdan da bərabər olur -s-yə. Boş çoxluq deyil, bax, mənfidir. Modula görə bunu yazırıq belə. O mənfi gedir, olur modulda S. Modulda S bərabərdir -S-yə. Yəni, bax, bunu yazırıq da. Hə, sonra keçirik nəyə? Ədədi orta. Ədədi ortanı yəqin ki, bilirsiniz, onun qısa üstündən keçək. Ədədi orta nədir? Ədədi orta nədir? Ədədləri toplayırıq, düzdür, sayına bölürük. Məsəl üçün, deyirəm ki, zavodda 120 nəfər işləyir. 120 nəfər işləyir. Onların ədədi ortası 600-dür. 120 nəfər işləyir. Onların ədədi ortası, bu işçilərin ədədi ortası, yaşlarının ədədi ortası deyək ki, 600-dür. Yaşlarının ədədi ortası. Deməli, 120 nəfər işləyir. Onların yaşlarının ədədi ortası 600-dür. İndi dediniz ki, bilirik bu ədədi ortanı. Mən də sizə biraz dolayı yolla sual verim. İndi deyirəm ki, bu 120 nəfərin yaşları cəmi nə qədərdir? Bax, sualı bir də təkrar eləyirəm. 120 nəfər işləyir. Bunların yaşlarının ədədi ortası 600-dür. Onda bunların yaşları cəmi nə qədərdir? Yox, səhv tapdınız. Niyə? Bax, bu insanları yaxşı, vaxt verin biraz. Yaşlarının cəmini soruşuram, hə. Hə, real düz tapdı. Niyə 72 min? Bax, burada nə qədər 120 nəfər adam var. Hamısının yaşlarını toplayıram. Hamısını toplayıram. Sayına bölürəm 120, bərabər eləyirəm ədədi orta 600-dür. Yaşları cəmin bölürəm sayına, bərabər eləyirəm ədədi ortadır da, 600 də ədədi ortasıdır. İndi mən bunu bilmirəm nədir. Buna yaşları cəminə bir dənə x deyirəm. Buradan x bərabərdir 600 vurulsun 120. Bu da bərabərdir 72 min. Bildiniz? Məsəl üçün deyirəm ki, 5 nəfər oyun oynayır. Birinin 12 yaşı var, birinin 13 yaşı var, birinin 14 yaşı var, digərinin də 14 yaşı var, birinin də 15 yaşı var. Deyirəm ki, bunların yaşlarının ədədi ortasını tapın. Neynirik? 12, 13, 14 toplayırıq. Bölürük sayına da. Neçə nəfərdir burada? 5 nəfər. Ədəd orta belə tapılır. Toplayıb sayına bölürük. Orada da mən ədəd ortanı vermişdim. Sayında vermişdim. Yaşları cəmini soruşurdum. Sonra keçək nəyə? İndi baxırıq, deməli. Ədədi ortanı dedik, bir də həndəsi orta var. Məsəl üçün, deyir ki, 2 və 4-ün həndəsi ortasını tap. Qeyd eləyin bunda, həndəsi ortasını tap. 2 və 4-ün həndəsi ortası necə tapılır? 2 vur 4, yəni kök altında 8. Bu dəfə 3 dənə ədəd deyim. Deyirəm 3, 5, bir də 7-nin həndəsi ortasını tap. Həndəsi ortasını. Onda neynirik? 3 vuraq, 5 vuraq, 7. Amma burada da 3 yazmaq lazımdır. Olur nə? Deməli,
15-i 7-yə vuranda nə eləyir? 105. Elə belə də qalır. Bu 3-cü dərəcə nə deməkdir? Qoyun onu da deyim. Məsəl üçün 4-cü dərəcədən 16 2 deməkdir. Niyə? 2 vur, 2 vur, 2 vur, 2. Bu nə eləyir? 16. 4 dənə 2-ni vuranda. Sonra, məsələn, 3-cü dərəcədən 27 də 3 deməkdir. Bunu qeyd kimi yazdım burada. Baxın, həndəsi orta budur. 3 dənə ədəd olanda kök altında vurursan, dərəcəyə 3 yazırsan. Bir də bu kökün dərəcəsi, yenə deyirəm, bu kök dərsi deyil, ona görə tam ətraflı demədim. Bura 2 sayılır. O da yazılmır. 2 heç vaxt yazılmır. Yəni, burada 2 var. Yəni, burada 2-dir. Bildiniz, 2 də yazılmır. 1 heç vaxt olmur kökün dərəcəsində. 2 belə yazılır, 3 yazılır, 4 yazılır. Yəni 2-dən böyüklər yazılır, bir dənə 2 yazılmır. Bildiniz. Sonra bir də köklərdə mən bunu demədim. Qoy onu da qeyd edeyim burada. Məsəl üçün, kök altında 11-in kvadratı kök altında 121 deməkdir. Bundan da 11 çıxır. Sonra 3 kök 2-nin kvadratı, baxın, 3-ün kvadratı 9, kök 2-nin kvadratı da 4-dür. 9 vuraq 2 bərabərdir 18. Bildiniz. Sonra, məsəl üçün, belə bir şey yazım. 7 kök 5-in kvadratı. 7-nin kvadratı 49, kök 5-in də kvadratı 25-dir. 49 vuraq 5 deməkdir. Yəni, belə tapırıq. Qısa şəkildə, onu da deyim ki, sizə. Məsələn, kök altında 6-nın kvadratı, kvadratla kökü aparmaq olar. Cavab 6-dır. Belə də yaza bilərsiniz bunu. Deməli, həndəsi ortanı da dedik. İndi baxırıq nəyə? Ədədin standart şəkli. Sonuncu budur, ədədin standart şəkli. Bir də mütləq xəta, nisbi xəta var, onu da deyəcəm. Ədədin standart şəklinə baxaq. Deməli, ədədin standart şəkli R hərfi ilə işarə olunur. R ədədin standart şəklidir. Qısa şəkildə yazacağım. Bu da necə göstərilir? R bərabərdir. A vurulsun 10 üstü N. Bax, qayda budur, qayda budur. Burada A da 1 ilə onun arasında bir ədəddir. Bax, şərt budur. Baxın, ədədin standart şəkli şərti olaraq belə göstərilir. İndi nümunə ilə başa düşəsiniz bu nə deməkdir. Tutaq ki, yazıram 4800. Deyirəm ki, bunu standart şəkildə göstər. Standart şəkil bax belədir. Yazırıq. Deməli, necə yazırıq? Baxın, 1 ilə onun arasına düşməlidir. 1 ilə onun arasına. Yazıram 4,8, 10 üstü 3. Baxın. Bax, görürsünüz, standart şəkildə oldu. Bax, A. 1 ilə onun arasındadır. 4,8. 1 ilə onun arasındadır. 10 üstü N, 10 üstü 3'dür burada. 4,8 burada deməli qiymətli hissədir. Qiymətli hissə. Sonra tərtib də 3'dür. Tərtib. Baxın bir dənə. Bu nümunədir. Yuxarıdakı da qaydasıdır. Gəlin bir dənə də ədəd yazaq. Tutaq ki, yazıram 7 milyon. Gəlin bunu standart şəkildə yazaq. Standart şəkildə gəlin yazaq. Baxın, 7 vurulsun 10 üstü 6. 7 nədir burada? 7 qiymətli hissədir. 6 da tərtibdir. 6 da tərtibdir. Aydındır. Gəlin bir neçə dənə nümunə verək. Məsəl üçün, indi yazıram 1284. Deyir, bunu standart şəkildə yaz. Ədəd nə ilə nəyin arasında olmalıdır? 1 ilə onun arasında. Vergülü atıram bura. 10 üstü 3. Sonra yazıram 67.000.
Ədəd 1 ilə onun arasında olmalıdır. 6,7, 1, 2, 3, 4. 10 üstü 4. Vergül nə qədər gəldi? Baxın, bax, bura qədər gəlib də. 10 üstü 4. Sonra bir dənəsini də istəyirsiniz yazın. 800 biraz sıfırları artıraq gəlin. Nə oldu? Gəlin bunu standart şəkildə yazaq. Ədəd 1 ilə onun arasına düşməlidir. 8 tam %41. 10 üstü neçə yazacağım burada? 1, 2, 3, 4, 5, 6, 7. 10 üstü 7. Qiymətli hissə budur, tərtib də budur. Bildiniz? Standart şəkildə 10 üstü neçə kimisə göstərmək lazımdır. 10 üstü neçə? Ədəd də 1 ilə onun arasında olmalıdır. Məsələn, yazıram 23. 23-ü gəlin standart şəkildə göstərək. 2,3 ədəd 1 ilə onun arasında olmalıdır. 10 üstü neçə? 1. Baxın bir dənə. 10 üstü 1 elə. Birində mən sizə izah eləyirəm, ona görə yazdım. Bax, 2,3-ü elə 10-a vuranda nə eləyir? 23 eləmir. Eyni şeydir də. Məsəl üçün, 8 tam %41-i 10 üstü 7. Yəni, bax, bu ədədə vursam. Bax, yenə də gəlib nə alırıq? Yenə də bunu almırıq. Baxın, yenə də bunu alırıq da. Bu o deməkdir. Bir də bunu da qoyun deyim. 10 üstü 1 nə deməkdir? 10. 10 üstü 2 nə deməkdir? 100. Sonra 10 üstü 3 nə deməkdir? Yəni 1 yanında 3 dənə 0, sıfırın sayını bildirir. 10 üstü 4 nə deməkdir? 1 yanında 4 dənə 0. Bu da belə. Sonra indi bunun belə formasına baxaq. Bəs bunu nətər yazırıq? Bunu necə standart şəkildə göstəririk sizcə? 6 vurulsun, ədəd 1 ilə onun arasına düşməlidir. Nə qədər gəldi? 1, 2, 3, 10 üstü 3 yazsam, 10 üstü -4 yazırıq, düzdür. Bir dənə bunda yazım. Məsələn, 10 üstü -1, 0,1-dir. 10 üstü -2, 0,100-dir. 10 üstü -3, 0,1000-dir. Bildiniz? Əgər 0 tamlandısa, onda onun üzərindəki olan o tərtib mənfi olur. Burada da 10 üstü -4 olacaq. Ona görə ki, baxın, 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə. İndi gəlin vuraq görək alınır. 6 vurulsun. 10 üstü -4 nə deməkdir? 0-dan sonra 4 dənə ədəd olmalıdır. Baxın bir dənə. Bax, 10 üstü -3, 0-dan sonra 3 dənə ədəd. Görürsüz? Daha doğrusu vergüldən sonra 3 dənə ədəd. 10 üstü -4-də vergüldən sonra 4 dənə ədəd olmalıdır. Buranda nə eləyir? 0-dan, baxın, 10.000-də 6. Görürsüz, alındı həmən ədəd. Gəlin bir dənəsini də yazım. Məsəl üçün, indi belə bir formada yazıram. Gəlin bunu standart şəkildə göstərək. Vergül hara gəlməlidir? Baxın, bura. Olacaq 8,7 ədəd 1 ilə onun arasına düşməlidir. Nə qədər gəldi? 10 üstü -2. Görün, düz yazdım. 8,7 vurulsun 10 üstü %1 deməkdir də. Vuranda da nə eləyir? Vergülə baxmırıq. 87-ni 1-ə vururam. 87 vergüldən sonra 3 dənə ədəd olmalıdır. Görürsüz, alındı. Başa düşdünüz bunu da? Kimin sualı var? Sonra keçirik mütləq xətaya. Bir dənə sadə baxın. 4 dəqiqə qalır. Bir dənə mütləq xətanı da keçək. Mütləq xəta nədir? Mütləq xəta
Mütləq xəta. 4 dəqiqə qalıb vaxtımıza. Mütləq xəta nədir? Mütləq xəta dəqiq qısa şəkildə yazıram. Dəqiq qiymətdən təqribi qiyməti çıxmaqdır. Dəqiq qiymətdən təqribi qiyməti çıxmaqdır. Məsəl üçün, dəqiq qiymət deyək ki, 18,157-dir. Dəqiq qiymət budur. Bəs təqribi qiymət nədir burada? Məsələn, təqribi qiymətdə 18,2-dir təqribi qiymət. Onda nə edirik? Dəqiq qiymətdən elə bir yuvarlaqlaşdırırıq. Dəqiq qiymətdən təqribi qiyməti çıxırıq. Deməli, mütləq xəta nədir? Dəqiq qiymətdən təqribi qiyməti çıxmaqdır. Təqribi qiymətdə sizə necə deyə bilər? Məsələn, sual ola bilər ki, 18,157 ədədini onda bir mərtəbəyə qədər yuvarlaqlaşdırın və mütləq xətanı tapın. Onda bir mərtəbəsinə qədər yuvarlaqlaşdırın və mütləq xətanı tapın. Sual belə verilə bilər. İndi vaxt yoxdur deyə mən çox nümunə deyə bilmirəm. Nisbi xətanı da tapanda, nisbi xətada da nə edirik? Nisbi xətada da mütləq qiyməti, deməli, nisbi xəta bərabərdir. Mütləq xətanı tapırıq, bölürük dəqiq qiymətə. Mütləq xətanı biz nə tapdıq? 0,10,43. Dəqiq qiymətdə nə qədərdir? 18,157. Qayda budur da. Bir dənə qaydanı bilsəz, deməli, mütləq xətada dəqiqdən təqribini çıxırıq. Nisbi xətada da mütləq xətanı dəqiq qiymətə bölürük. Bunu bəzən faizlə də ifadə edirlər. Faizlə ifadə edəndə sadəcə burada güzə vurmaq lazımdır. Nisbi xəta faizlə də ifadə oluna bilər. Dərsimiz bu qədər. Kim nəyi başa düşmədisə, şəxsidə yazıb soruşa bilər. Yəqin ki, qeydləri aparmısınız. Bugün narazı qaldım ona görə ki, yəni dediyim qaydanı mənə qaytara bilmədiniz. O modula aid ki, qayda var idi, onu deyə bilmədiniz. Mən onu sizə geniş izah eləmişdim. Demişdim ki, yazın bunu dəftərə. Evə də verirəm. Demək olar ki, hamısını izah elədim. Həqiqi ədədləri sona qədər yazmaq. 87 dənə testdir. 87 dənə. Hara kimi yazmışdınızsa, davamını da yazırsınız. Gələn dəfə də başa düşmədiniz sualları deyərsiniz. Bir də bu dediklərimi sual-cavab eləyəcəm. Ola bilər ki, sınaq formasında soruşaram. Ola bilər belə fərdi sual-cavab eləyərəm. Yəni, kim nəyi başa düşmədisə, bugün 5-ci gündə, 2-ci günə kimi hazırlaşsın. Bilmədiklərində məndən yazsın, soruşsun. Yaxşı olar ki, nəyi başa düşmədiniz, burada sual verin elə. Lap bu, tutaq ki, axırıncı mütləq xətadır. Başa düşmədiniz, sual verin ki, o necə oldu? Yəni, nə aydın deyilsə, hamısını sual verin.